Hamınıza təşəkkür edirik gəldiyiniz üçün. Yaşam Dünya naminə. 5 il bundan əvvəl Balaxanını abadlaşdıran Bakı Abadlıq Xidməti bugün Balaxanıda, bu kənddə yeni bir layihənin tərəfdaşı olaraq çıxış etdi. Hazırda görürsünüz ağac əkmə aksiyasıdır və bu ağac əkmənin məhz neft buruqlarının yaxınlığında baş verməsi xüsusilə simvolik əhəmiyyət daşıyır. Balaxanı bugün yeni çiçəklənmə dövrünü yaşayır və Ekosfera İctimai Birliyi ilə birlikdə Balaxanıda yaradılmış botanika bağı artıq 2 həftə öncə ilk ağaclar əkilməsinə orada baxmayaraq artıq böyük tədbirlərə ev sahibliyi eləyir və bugündən etibarən Balaxanıda çox maraqlı questlərə start verilir. Quest macəralı oyunlar vasitəsilə bütün gənclər, cavanlar Balaxanını tanıyacaqlar. Bu deməkdir ki, Balaxanı tək tarixi məkan olaraq yox, gözəl bir turizm məkanı olaraq da həm sakinlərin, həm xarici qonaqların üzünə açılacaq. Hamımız bura Beynəlxalq Biomüxtəliflik gününü qeyd etməyə yığışmışıq. Çox xoş haldır ki, Ekologiya Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və digər dövlət qurumları ilə birlikdə bu gün biz Biomüxtəliflik gününü qeyd etdik. FAO təşkilatı olaraq bizim əsas mandatımız ərzaq təhlükəsizliyinin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına dəstək vermək olmaqla yanaşı, təbii resursların davamlı idarə etməsinə də dəstək veririk və təbii ki, buna biomüxtəlifliyin qorunması tədbirləri də daxildir. Düşünürük ki, biz beynəlxalq qurum olaraq öz dəstəyimizi verməklə bu sahədə görülən işlərin daha da uğurlu nəticələr verməsinə töhfə vermiş olaraq. Balaxanıda keçirilən bir müxtəliflik günüdür və onu ilə bağlı biz yeni bir layihəyə start verdik. Bu start verilən yeni layihədə Balaxanıya gələn bütün qonaqlar və düşünürük ki, Gilabi Ceramicsdə öz əlləri ilə bu plitələri çəksinlər və biz bunları divarlara bərkidək. Gələn qonaq öz işini burada görsün. Beynəlxalq Biomüxtəliflik gününə biz Balaxanıda, Botanika bağında və ərazidə bizim əməkdaşlarımızla və tələbələrimizlə, uşaqlarla və tərəfdaş partnyorlarımızla bu FAO təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Abadlıq şirkəti, onlarla bərabər uşaqlara və gənclərə ağac əkmə aksiyanı, quest oyunu, biomüxtəlifliyin detektivləri biz deyirik və Gilabi mərkəzdə biz keramika master klassları göstərdik.